Əlinizdə cəmi 100 dollar var və siz bunu ticarətlə böyütmək istəyirsiniz. Bəs bunu necə etməli? Elə bugün biz sizə bunun üçün addım-addım bir yol xəritəsi təqdim edəcəyik. Yaxşı, gəlin dürüst olaq. Cəmi 100 dollarla ticarət edib varlanmaq, bu ümumiyyətlə mümkündürmü? Yəqin ki, çoxlarınızın ağlından bu sual keçir. Cavab isə bəlkə də gözlədiyiniz kimi deyil. Gəlin bir yerdə bu məsələnin dərinliyinə inək. Baxın bu stata. Ticarətdə ölçünün əhəmiyyəti yoxdur, hə? Biraz qəribə səslənir, elə deyilmi? Yəni 100 dollarla 100 min dollar eyni şey ola bilər, amma əslində bütün məsələnin açarı elə buradadır. Söhbət pulun miqdarından yox, sizin atdığınız addımların, yəni strategiyanızın eyni olmasından gedir. Yaxşı, bəs bu addımlar nələrdir? Bizim yol xəritəmiz budur. Əvvəlcə təfəkkürümüzü düzəldəcəyik, sonra riskin riyaziyyatını öyrənəcəyik, uzun müddətli düşünəcəyik, özümüzə bir resept, yəni strategiya hazırlayacağıq və sonda peşəkarların gizli silahını mənimsəyəcəyik. Gəlin başlayaq. Və birinci addım, bəlkə də ən vacibi, hər şey beyində başlayır. Kiçik hesablarla ticarət edərkən düşə biləcəyiniz psixoloji tələlərdən danışacağıq. Çünki inanın, bu mərhələni keçməzsəniz, qalan heç bir strategiyanın mənası olmayacaq. Baxın, problem budur. Deyək ki, siz 100 dollarlıq hesabınızla 5% qazanc əldə etdiniz. Bu, əla nəticədir. Amma sonra reallığa baxırsınız. Bu cəmi 5 dollardır. Və insan öz-özünə deyir ki, bu qədər əziyyət, bu qədər stres cəmi 5 dollara görə. Məhz bu məyusluq hissi sizi səhv addımlara, daha böyük risklər götürməyə itələyir ki, daha çox qazanım. Bu, ən böyük tələdir. Ona görə gəlin bütün məsələyə baxışımızı dəyişək. Bu bənzətmə çox xoşuma gəlir. Hesabınızı bir xilasedici qayıq kimi düşünün, içindəki hər dollar isə bir sərnişindir. Sizin əsas işiniz tez varlanmaq deyil, o sərnişinləri sağ-salamat sahilə çatdırmaqdır. Yəni, kapitalı qorumaq. Qayığı çox yükləsəniz, yəni çox risk etsəniz, hamı birlikdə batacaq. Bu qədər sadə. Yaxşı, psixologiyanı anladıq, indi keçək ikinci mərhələyə, riyaziyyata. Bəli, riyaziyyat. Amma qorxmayın, çox sadədir. Bu, sizin o xilasedici qayğınızı suyun üzündə saxlamağınıza kömək edəcək o riyaziyyatdır. Hətta uduzanda belə necə qazanclı çıxmaq olar? Gəlin baxaq. Və budur qızıl qayda. Bunu heç vaxt unutmayın. Hər bir əməliyyatda hesabınızın maksimum 1, uzağı 2%-ni riskə atın. 100 dollar üçün bu nə deməkdir? Cəmi 1-2 dollar. Bilirəm, çox az səslənir. Qazanc da kiçik olacaq, amma əsas məsələ odur ki, itki də kiçik olacaq və siz oyunda qalacaqsınız. Gəlin bu cədvələ baxaq, bu fərqi çox aydın göstərir. Təsəvvür edin, 5 dəfə ard-arda uduzursunuz. Əgər hər dəfə cəmi 2% risk etmisinizsə, hesabınızın hələ də 90%-i yerindədir. Yəni, 90 dollarınız qalıb. Amma hər dəfə 20% risk etsəydiniz, hesabınız demək olar ki, sıfırlanardı. Cəmi 32 dollarınız qalardı. Görürsünüz, məsələ sürətli getmək deyil, oyunda qalmaqdır. Riyaziyyatın ikinci vacib hissəsi isə risk və mükafat nisbətidir. Yəni, bir əməliyyata girərkən nə qədər itirə biləcəyinizi və nə qədər qazana biləcəyinizi əvvəlcədən bilməlisiniz. Əsas məqsəd odur ki, potensial qazancınız potensial itkinizdən ən azı 2 ya da 3 dəfə çox olsun. Və budur əsl sehrin baş verdiyi yer. Bu cədvələ diqqətlə baxın. Təsəvvür edin ki, 10 əməliyyat etmisiniz və 7-sini uduzmusunuz. Cəmi 3 dəfə qalib gəlmisiniz. Dəhşətli səslənir, elə deyil? Amma hər dəfə uduzanda 1 dollar itirib, qazananda isə 3 dollar qazandığınız üçün sonda yenə də 2 dollar mənfəətdəsiniz. Bax, peşəkar ticarət budur. Bu qumar deyil, bu təmiz riyaziyyatdır. Yaxşı, artıq psixologiyamız yerində, riskimizi idarə etməyi də bacarırıq, qayğımız batmır. İndi gəlin 3-cü mərhələyə keçək və görək bu qayğı necə böyük bir gəmiyə çevirə bilərik. Söhbət uzun müddətli oyundan və mürəkkəb faizin gücündən gedir. Baxın, mürəkkəb faiz buna deyirlər. 100 dollarla başlayırsınız. Düzdür, ilk aylar, bəlkə də ilk il böyümə çox yavaş gedəcək. Amma siz səbirlə davam etsəniz, bir ildən sonra o 100 dollar 3000 dollara, ikinci il 15.000 dollara, üçüncü il isə hətta 70.000 dollara çata bilər. Bəli, bu rəqəmlər iddialıdır, amma bu mürəkkəb faizin gücünü göstərir. Sizin qazancınız da özü üçün pul qazanmağa başlayır. Deməli, düzgün düşüncə tərzimiz var, risk riyaziyyatını bilirik, uzun müddətli hədəflərimiz də var
Bəs indi nə çatışmır? Bir plan, bir sistem. 4-cü mərhələdə biz öz ticarət reseptimizi hazırlayacağıq. Çünki resept olmadan hər şey xaosa çevrilər. Bu resept bənzətməsi əslində çox yerindədir. Düşünün, resept olmadan bir tort bişirirsiniz. Bir dəfə alınar, bəlkə də möhtəşəm olar. Növbəti dəfə isə tam bir fəlakət. Ticarət də eyni ilə belədir. Ardıcıl, stabil nəticələr istəyirsinizsə, sizə hər dəfə izləyəcəyiniz dəqiq bir resept, yəni strategiya lazımdır. Bəs bu resepti necə hazırlayaq? Birincisi, yüzlərlə strategiya arasında itib batmayın. Özünüzə sadə, başa düşdüyünüz bir dənə strategiya seçin. İkincisi, qaydalarınızı dəmir kimi müəyyənləşdirin. Hansı siqnalı görəndə bazara girəcəm, zərəri harada dayandıracam, mənfəəti harada götürəcəm. Üçüncüsü, real pul qoymazdan əvvəl bu strategiyanı keçmişdə yoxlayın, görün ümumiyyətlə işləyirmi? Və son olaraq, o strategiyaya sadiq qalın və onu mükəmməlləşdirin. Bir çox şeyi yarımçıq bilməkdənsə, bir şeyi mükəmməl bilmək daha yaxşıdır. Və nəhayət, 5-ci, sonuncu mərhələ. Bu, peşəkarların gizli silahıdır. Həvəskarların deyərdim ki, 90%-nin tamamilə görməzdən gəldiyi, amma uğurun açarı olan çox sadə bir vərdiş. Baxın bu hekayəyə. Döyüşçü Conor McGregor rəqibinin döyüşlərinin lent yazılarına təkrar-təkrar baxaraq onun kiçik bir zəifliyini tapır və çempionluq döyüşündə cəmi 13 saniyəyə qalib gəlir. O qələbəni ringdə yox, o lent yazılarını analiz edərkən qazanmışdı. Sizin ticarət gündəliyiniz də sizin lent yazılarınızdır. Öz səhvlərinizi və uğurlarınızı analiz etmək üçün bir xəzinədir. Və bu gündəliyi tutmaq heç də çətin deyil. Adi bir dəftər ya da kompüterdə bir cədvəl bəs edər. Sadəcə hər əməliyyatdan sonra bu 4 suala cavab verin. Nəyi və nə vaxt alıb satdım? Planım nə idi? Nəticə nə oldu? Və ən əsası, nə öyrəndim? Bu 4 sual zamanla sizin ən yaxşı müəlliminizə çevriləcək. Nəticədə nə olur? Bu gündəlik sayəsində siz öz güclü və zəif tərəflərinizi kəşf edirsiniz. Hansı səhvləri təkrarladığınızı görürsünüz və ən əsası, strategiyanızın həqiqətən işlədiyini görəndə ona inamınız artır. Təcrübəniz sadəcə təcrübə olaraq qalmır, peşəkarlığa çevrilir. Yaxşı, bütün bu 5 mərhələni bir-birinə yapışdıran son bir element var. Onsuz bütün bu plan bir kağız parçasından ibarətdir. Bu dəmir intizamdır. Bu müqayisəyə baxın, fərq o qədər aydındır ki, həvəskar böyük bir qazanc əldə edən kimi nə düşünür? Vau, mən dahiyəm, gələn dəfə 2 qat risk edim. Peşəkar isə nə deyir? Yaxşı, planım işlədi, indi sakitləşək, plana sadiq qalaq. Həvəskar emosiyaları ilə hərəkət edir, peşəkar isə planı ilə. Qazanc da, itki də sadəcə planın bir hissəsidir. Beləliklə, xəritə artıq sizin əlinizdədir. Psixologiya, riyaziyyat, uzun müddətli oyun, resept və analiz. Biz sizə yolu göstərdik. Amma o yolla getmək, bu artıq sizdən asılıdır. Sual budur, bu xəritəni izləmək üçün sizin intizamınız çatacaqmı?